Konuşma galiba. Sizi de kanınıza belanı. Babamı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il dekabrın 31-i gecə saat 1 radələrində Yeni Yasamal yaşayış masivi Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında aralarında yaranmış mübahisə zamanı 39 yaşlı Elşən Rzayev qonşusu Beyiş Quliyevə bıçaqla zərbələr vurub. Respublika Klinik Xəstəxanasına çatdırılan zərər çəkən orada kəskin qan itirmədən dünyasını dəyişib. Həmin gecə Rzayev 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 31 dekabr 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Yeni Yasamal yaşayış masivi Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında baş verib. Baxışda iştirak edən Natiq Sultanov bildirib ki, gecə saat 1 radələrində Elşən Rzayev qonşusu Beyiş Quliyevlə mühafizə postundan 15 metr kənarda mübahisə edərək bıçaqla ona zərbələr endirib. Ondan sonra Elşən Rzayevi hadisə yerində olan Elman Hacıyev uzaqlaşdıraraq yaşadığı evə göndərib. Yaralanan şəxs isə xəstəxanaya aparılıb. Birinci blokun dəhlizində, liftin qarşısında və içərisində xırda ölçülü mərtəbələrin qeyd olunduğu düymələrin üzərində və kənarlarında yayılmış şəkildə çoxsaylı qan ləkələri aşkar edilib. Şahid Elşən Rzayevin bıçaqla zərbələr vurarkən sağ əlini zədələdiyini və həmin qan ləkələrinin ona məxsus ola biləcəyini söyləyib. Respublika Klinik Xəstəxanasından məlumat verilib ki, 1993-cü il təvəllüdlü Beyiş Quliyevin ölümü saat 00:50-də baş verib. Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Beyiş Quliyevin ölümünə sol ağciyərin və ürəyin yaralanması nəticəsində baş vermiş kəskin qan itirməsi səbəb olub. İstintaqla müəyyən edilib ki, barələrində tərtib olunmuş inzibati protokollara əsasən Elşən Rzayev dekabrın 31-də yaşadıkları binanın heyətində cərimələri müştərək qaydada ödəmələrini bildirsə də, Beyiş Quliyev nalayiq ifadələr işlədərək bundan imtina edib. Həmin məsələ ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı o məişət təyinatlı bıçaqla qonşusuna zərbələr vurub. Bu hərəkəti ilə Elşən Rzayev zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Elşən Rzayev bildirib ki, fərdi qaydada plastik qapı pəncərə quraşdırılması işi ilə məşğul olub. Bundan başqa TikTok sosial platformasında sərfəli şərtlərlə avtomobil icarəyə verildiyini görüb, Elton adlı elanın sahibindən Nexia markalı avtomaşını icarəyə götürərək taksi kimi fəaliyyət göstərib. Beyiş Quliyev qonşusu olub. Hadisədən təxminən 5 ay əvvəl ailə üzvləri ilə birlikdə yaşadığı binaya köçüb. Həmin vaxt aralarında tanışlıq yaranıb. Dekabrın 13-də Sumqayıt şəhərində yeyib içdikdən sonra tanışı Cəsur Cavadovla birlikdə Yeni Yasamalda yaşadığı ərazidə fəaliyyət göstərən kafeyə gəlib. Zəng edib Beyiş Quliyevi çağırıb. Orada pivə içiblər. Marketdən çörək və ərzaq məhsulları almalı olduğuna görə onlarla müqayisədə az miqdarda spirtli içki qəbul etdiyi üçün Beyişdən avtomobilini sürməsini xahiş edib. Yolda dəfələrlə ona sərxoş olduğunu, təhlükəsizlik kəmərindən istifadə etməsini desə də, qonşusu heç bir problem yaranmayacağını söyləyərək sözlərinə məhəl qoymayıb. Saat 22:57-də Şərifzadə küçəsində manevr etmə zamanı dönmə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə yol patrul xidmətinin əməkdaşı səs gücləndirici vasitəsilə avtomobili kənara çəkməsini tələb edib. İnspektor yaxınlaşıb sənədləri təqdim etməsini xahiş etdikdə ona avtomobilin özünə məxsus olduğunu və yaxınlıqda yaşadıklarını bildirib. Alkotester cihazı ilə Beyişin sərxoş vəziyyətdə olması və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyənləşdirilib. Bundan sonra Beyiş tibbi müayinəyə göndərilib. Onun maşınını isə digər inspektor idarə edərək Salamzadə küçəsində yerləşən cərimə meydançasına aparıb. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokola tərtib olunaraq ona 200, qonşusuna isə 500 manat cərimə yazılıb. Onun xahişi ilə Elton adlı şəxs avtomobili cərimə meydançasından çıxarıb və sonra həmin məbləği ona çatdırmasını bildirib.
Bəyişə ümumilikdə hər ikisinə yazılmış 700 manat cərimənin 400 manatını özünə ödəyəcəyini söyləyərək ondan qalan 300 manatı verməsini xahiş edib. Cavab olaraq Bəyiş cərimələrə heç bir aidiyyatı olmadığını deyərək pul ödəməkdən imtina edib. Avtomobil sahibinin ünvanına nalayiq ifadələr işlətib. Bununla bağlı aralarında sözlü mübahisə yaranıb. İlkin olaraq öz şəxsi məlumatlarınızı zəhmət olmasa bizə bildirək. Siz nə vaxt anadan olmuşsunuz? 1945 doğduğum yolu çünkü. Harada anadan olmuşsunuz? Sayın Üniversitesi savcım. Siz harada yaşayırdınız? Yasama. Ünvan necə gedir? Mehmet Mehmet 5. Ümumiyyətlə sizi bu il Bəyiş İlham olduğu ilə aradan tanış edirsiniz. Hansı müddətli tanış edirsiniz? Bu Şirtoba'da o binanla münasebetimizi almıştı. Siz neçənci burada yaşayırdınız? 14. Bəs Bəyiş 16. eyni blokda Evet. münasibətiniz necəydi? Evet. Yəni qonşu kimi münasibətiniz vardı, yoxsa qonşu münasibətindən kənar dostluq münasibəti də var idi, yaxın münasibətiniz var idi? Yakın münasebet. O nə işlə məşğul idi? Bu da 205'ti. Bir yerdə işlədiyiniz vaxtlar oldu. Evet. Aranızda nə kimi problemlər idi Bəyiş bu yerdə? Neler sürüşler söyledi olmuş. Nəyə görə, buna səbəb nə idi? Maşın. Yapıysa bir maşın. Nə haqq hesab, o haqq hesab zəhmət olursa bizə başdan danışırlar bizə. Maşın içkiyi polis etkileri tutulmuştu. Ve o anda başlamıştı. Yəni, maşın kimin maşını idi? Ben Sizin maşınınız idi. Özünüzün şəxsi mülkiyyətinizdə olan maşın. Xeyir. Aramızda bir dolan maşın. Hə, yəni icarəyə götürdüyünüz avtomobil. Maşının markası nə idi? Qalan ev için. Taksi fəaliyyətinə məşğul olmaq üçün. Bəs bu deyirsiniz, içkili maşında tutulub. İçkili maşını kim idarə edir? Hansı ay? Dekabr. Və hadisədən onda bir 10-15 gün bundan əvvəl. Aha. Hemen abi. Bəli. 5-6 yıl yapıldı. Necə oldu onlar? Şaman Üniversitesi öğren zamanında bir süre istiyorlar, ne istiyorlar, yavaş yaptı. Kendime geçmişim. Ama dilimden bir vakit geçmişim. Dilimden bir vakit var. Dilimden bir vakit daha bile. Herkes büyük gayet sağladı. O da içkiliydi, siz de içkiliydi. Başqa kim var idi maşında? Cesur. İstintaq zamanı müəyyən olunub ki, siz sürücülük hüququ olmayan, həm də sərxoş vəziyyətdə birinə avtomobili idarə etməyə verdiyiniz üçün sizi barənizdə də inzibati protokol tərtib olaraq 200 manat cərimə olunmuşsunuz. Və əlavə olaraq Bəyiş Quliyevdə həmin markalı avtomobili sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyinə görə 500 manat məbləğində cərimə olunubdur. İndi sizin aranızda bu cərimənin ödənilməsi ilə bağlı problem var idi. Sizdən bir şey soruşum. Yəni bu cərimənin ödənilməsi ilə bağlı siz istintaqda bildirmişsiniz ki, Bizim cərimə ödəmək üçün bir şey gətirəm, biz 2 ay ödəyərəm, sonra başladı. hamısı da ödəməliydi. Hə, necə təklifiniz necə idi ona? 200 vaxtı verəcəkdi. O 200 manat o pul verməliydi, qalanla siz Yani verməliydi. sonra maşın tarifçilerden sonra o 300 manat istəməli. Ehtiyac yoxdur. Dekabrın 30-da aralarındakı məsələyə aydınlıq gətirmək üçün kafeyə gedib, amma onu orada tapa bilməyib. Qonşusu ilə heyətdə rastlaşıb. Sərxoş olduğu üçün aralarındakı dialoqu dəqiq xatırlamır. Bir də cərimə haqqında danışaraq ona düzgün hərəkət etmədiyini bildirib. Onun və ailə üzvlərinin ünvanına işlətdiyi nalayiq ifadələrdən əsəbləşərək bıçaqla Bəyişə zərbələr endirib. Elman adlı tanışı onu hadisə yerindən uzaqlaşdırıb.
Qısa müddətdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq 29-cu şöbəyə gətirilib. Və 30 günündən baş verdi. 30 gün haradaydınız siz? 30 gündən böyle bir 30 gündən 29'u danıştığı ona. 29'u ya 30 gündən danıştığı bir şey gelmedi bu. Telefonu zeyt satmadı. O da akşam geldim. Hem akşam saati. Orada işte tekiydim. Duma gelerdim. Niye gelmedi? Telefonu açtı. Başta sürüştüm ya. Kaç söylediniz? Ne alakalı olarak? Bayağı bir gözüm için. Ne kadar işiniz? Yarın bitiriştiniz. Yarın bitirişiniz. Ondan sonra ne baş verdi? Onu getdim uzandım yerime. Gördüm kapı döyülür. Gördüm dediler 5. Geldi size. Kapı öyle geldi ki Gazprom bakırdı 5 sağdır. Geçen bilmirdim bana söz söyledi. Evdekiler kimdeydi sizler? Yoldaşım. Yoldaşınız bize sizin takmaklı ifadesinde yerine bir məlumat veriyor. Yani o sizin üzerinizde bıçaq çıxartmanın səbəbi nə idi? Siz ki birinci o mənə çıxartdı bıçaq. Bilmiyorum da onu bilmiyorum. Hala da ben onu Yani bilmişdi deyəndə xatırlamırsınız o sitələrdə ki siz bəlkə nəsə demiş ola bilərsiniz o. Yok ben o bilmem ki ben söz tutarım yok. Ben söz söylemeyene insan mesela söz söylemeyen güzel başka şerefsiz söylerim olsa bile. Yani başka ben o insan... Yani bıçaq deyəsin ona nə? Yani bıçak yapmayan... Sadəcə bir bıçaq idi. Vallahi bilmiyorum. Hiç bıçak görmedim. Orada o bıçak sonra kan elimden evde kan gitti. Ben çok bıçak Siz görmedim. götürdünüz o bıçağın əlindən. Ben Neçə dəfə zərbə verdiniz ona? 2 de. 2 dəfə. Hansı nahiyələrdə zərbə verdiniz? Arka neden çıkıyorum. Arka bölgənin nahiyələrindən. Bakın, söyüş söylediğinden göre onu arka nahiyəsindən bıçaqla zərbə edirək cəzalandırmaq istəyirdiniz. Bəs yan nahiyəsindən sağ qoltuq altı nahiyəsindən sol qoltuq altı. O ben bilmem necə oldu. Olmuşum. Yəni bıçağı onun əlindən götürəndən sonra siz artıq heç ona sizin üçün bir təhlükə yaranmırdı. Yəni bıçaqla ona yenidən siz özünüz zərbə indirməyə bilərdiniz də ona qarşı. Ben kaçmak istedim. Ben kaçtığımda böyle yıkıldım o. Yani Hansı yerdə kimlər var idi? tek yedim. İkinizin arasında münaqişə olanda bıçaqla Hiç mi oldu? heç kim olmuyor. Sonra kim aradı sizi? Geçen bilmem 6 yıl aradı. O sizə evə gəlməkdə məqsəd nə idi bilmədim sonraki. Mənə bir telefona attı bloka həmin günü. Dedim səninlə görüşəcəm. O şeydir, mən telefona attım bloka dizək gəlib götürücülərim var. O qapı duyur. Çevrədəkilər bilmirdim mən ona spor düşür ya neysə bir sözü söyləyəcək. Heç kim bilmirdim. Sağ harda oldu? Sağ buralarda oldu. Buralarda o çıxartdı sizi üzərinizə bıçağı götürdü. Yok, farklı dibinden sağından Hansı tərəfdəydi? Bir dənə göstərin. Buralardaydı. Hə. Hə. Götürdünüz bıçağı onun əlindən. Göstərin də harda vurmuşsunuz. Burada, hə? Və bu arazide de hazırda nəqs inşaat edirsiniz. Düzdür. Sizi elə demişik qanun münasibətli soruşun. Özünüz təqsir bilirsiniz, bilmirsiniz? Bilirsiniz. Kısa danışın görə nə olur? Yani dövlətdən iddia vaxtını oxudu nəticə hissəsində. Deyilən şəraitdə baş verir. Yazılan qəbulda baş verir. Yani düzdür o yazılanlar. Yazılıb da yoxdur da. Özün dedin ki, mən özünü təqsir bilirəm. O qaydada olur. Onda növbəti iclasda özünə də əlavə. Başqa nə sifarişdir? Sifarişdə deyil ki, çalışarıq, yaxın vaxtı sararıq ki, yekunlaşdıraq. Məhkəmədə təqsirləndirilən şəxs cinayətin aləti ilə bağlı fərqli məzmunda ifadə verib. O üzərində heç vaxt bıçaq gəzdirmədiyini, aləti Bəyiş Quliyevin əlindən alarkən özünün də yaralandığını bildirib. İstintaqda ümumiyyətlə demişsiniz ki, bıçağı əlində olub olmuyor, ondan alıb almamışam, necə almışamsa da bunları xatırlamıram. Amma məhkəmədə deyirsiniz ki, ümumiyyətlə bıçaq olmayıb sizdə. Orada elə yazılmıydı. Nə yazılıb onu elan elədik. Hansı hissəsi səhvdir burada? O bıçaq məndə olmuyor. Yəni ki, ümumiyyətlə o bıçaq
Mən aldığım sağ, polisim sağ. Oldu polisim. Yəni bıçaqdan başqa digər hissələr düzdür. Mübahisəyə, yəni ifadələrdə görürsən, sən danışırsan, mübahisəyə sən gedirsən, məsələni aydınlaşdırmaq istəyən sənsən. Bütün elə müddət ərzində sən onu anlaq edəmsən ki, pulu verək. O niyə bıçaqla üstülər oldu ki? Son 500 manat Allah'ın olsun, 500 manat olsun. Ama o qabığımı yedim. Sən necə oldu? Hadisə gününə qaldı. Altı günündən evdeydim. Geldim evde, gördüm tavcıcı hatta sağlığı yaşa mesela sağlığı. Ben eşeğimden gayrı çıktım. Ay xanım, olmadı axı burada. Niye yalan danışıyorum? Aydın da sizə söz verəndə siz də danışarsınız da. Oldu axı. Ama geldim sağlığı, onun bir çatı sağlığı, ben tutuma baktım. Gördüm de geldim bakıyorum, geldim. Düştüm, dünyaya gidip Paris'e gördüm. Çıktım Paris'e gördüm, yoktu. Düştüm aşağı gittim Şaşı kahvesine, gördüm orada yok. Elmanla cesur oturmuştu. Ama buradaydım. Böyle bir yol geldim ki. Benzer milletin köşkleri, sigaret altlarında gördüm geldi. Bravo. Onda da biraz söyledim. O sağ... Sərxoş idiniz da siz. Evet. Bu hadisə neçədə olub? Sağ olun bir yol geçti. Hansı uşaq? Sən uşağın gəldi, çağırdı. Evet. Hansı uşağın? Neçə yaşı var? Ha? Akşam. Neçə yaşı var? 12. Zərərçənli şəxsin hüququ varsa ifadə verəcəksiniz Quliyeva. Sualınız var. Evet, sorun var. İfadə verəcəksiniz. Ya, fikriniz yox. Sualınız var. Yok, sorun yok. Nə qədər içmişdiniz? Yarın tutsa. Tək içmişdiniz. Siz sərxoş olanda həmişə belə özünüzü yetirirsiniz, münaqişəli vəziyyət yaradılır. Ben özümü itirmemişim. İtirməmişdiniz. Bəs bu boş-boş söhbətlərə görə kimsə bıçaqlamaq, belə bir... Cenab-ı Hakim yani ki 500 manat, 200 manat olaya göre yani bunu adamdan öldürmeden bir de ceza çekeceğim. Yani o çok öldürmeliyiz. Verilmiş iddiamda görülür ki, o yol sizin cərimə ilə bağlı aranızda narazılıq olur. Sən ödəyəcəksən, o ödəyəcək. Ne dedi ki, hemen bir bizim canım aldı. Hava yolladım siyasal evlerine, bir gelin. Ata gelini verirler. Bir yerin bütün verirler bunu. Sonra bu maşından şu kalsın. Geldi ki 500 manat zərimi ödəmiş yazıblar mənə. Mən də telefon hesabını sırada. Siz onun maşını verəndə sərxoş olduğunu bilmirdiniz. Evet. Özünüz sərxoş idi. Evet. Birlikdə içmişdik. Evet. Ben ona için ben mübarek ettim. Demədi ki, mən sərxoşam. Yok. Hiss eləmədi. Evet. Ondan sonra bu 5 manatla bağlı arazida bir müddət narazılıq oldu. Yani sonra dedim maşına dedenden sonra... Kim ödədi? Ödenilmedi. Bu ki, bu ödəlir ki 500 manat zərmə yazılır. Dedim, zərmə yazılsa sənə, maşının öməsini yazılır və sayı sıralar var, gələr. Belə oldu ki, bir gəlmədi. Bəş ümumiyyət ödəmək istəmir. Evet. Niyə ödəməliyik? Ödəməkdən sonra, ödəmək sürətini tutarmışdı. Ödəməklə, pul ödəməklə bağlı narazılıq tutarmışlar. Yani bizim hatta dost. Yaxşı, sonuncu mübahisəniz nə üstünə başlayır? Söz söylüyor. Dayandığı yerdə birdən biraz söylərsiniz. Ben de həqiqətən inandım ki, mən söyləyəm. Cuma kimi söyləysən, telefon. İstintaqı müəyyən etdiyinə görə sizin istintada verdiyi ifadədən görülür ki, elə həmin məsələ ilə bağlı yeni mübahisə eləmişsiniz və qarşılıqlı olaraq bir-birinizə söyüb, gəlib bu vəziyyətə çıxır. Təsdiq edirsiniz. İstintaqda verdiyiniz, elan etdiyiniz və hazırda da dediyiniz ifadələrdə o istintada dediyiniz bıçaqla bağlı hissədən başqa digərlərini təsdiq edirsiniz. Peşmansınız törətdiniz. İçib belə bir şeyləri laf içmişdir, neyləmişdir, münaqişə var idi, görünür ki, arazda yaxın münasibət var idi. Nə ihtiyac var idi belə bir vəziyyət? Onun birinci cinayət. Deyil. Hə? Rıza Bey, nə ihtiyac var idi belə bir hadisənin baş verməsinə? Söz söylüyor. Biriniz də bəlkə söylə bilərsiniz. Mən ümumiyyətlə söyüşməyəm, hoşuma gəlmə yanlışız. Görürsən ki, o sərxoşdur da. Sərxoş deyil, niyə söyür ki? Sərxoşdursa, deməli, özündə deyil də. Sən onu idarə edə bilməzdin, sonra ayaq başından üzünə deyərdin. Ayaq başına, yəni ki, bilimdə bir orta söhbətə gəlmədi. Mən durub, günahsız... Ay kişi, adam sərxoşdur, özün də deyirsən ki, sərxoşdur. Özün də yarım litr araq içmişsən. Bildim, görmədim. Yəni, söyüş elə bir şeydir ki, günahsız adamı söyləmezlər.
Zərər çəkmiş şəxsin hüquqi varisi Rəfaqət Quliyeva ifadəsində göstərib ki, oğlu Beyiş Quliyev ayın 31-nə keçən gecə marketdən çörək almaq üçün mənzildən çıxıb. Heyətdən kiminsə təcili yardım çağırın deyə qışqırdığını eşidib. Qızı Hunaya həmin səsi Beyişin səsinə bənzətdiyini deyib. Eyni səsi ikinci dəfə eşitdikdə qızı dərhal evdən çıxıb. O da övladına ardınca qaçıb. Birinci mərtəbəyə düşüb qarşılarına çıxan iki nəfərdən nə baş verdiyini soruşublar. Birinin əlindən qan axıb. Mühafizə postunun qarşısında toplaşan şəxsləri görüb ora yaxınlaşıblar. Oğlunu uzanıqlı qana bulaşmış vəziyyətdə görüb. Sonradan Beyişə bıçaqla zərbələr vuranın liftin qarşısında qarşılaşdıqları qonşuları Elşan Rzayev olduğunu bilib. Rəfaqət Quliyeva Elşan Rzayevlə barışmadığını bildirərək məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edib. Quliyeva Rəfaqət, siz zərər çəkmiş şəxsin hüquqi varisiniz. Bu mərhum sizin doğma övladınızdır. Hadisə barədə ümumiyyətlə nə məlumatınız var, nə bilirsiniz? Mənim oğlum evdə olur, həmin cümlə. Hadisə baş verənə qədər videoda var, kamerada 10 dəqiqə söhbəti olmuşam, bıçağa yuxarı çıxmalıyım. Həmin hadisə baş verəndə mən səsə çıxmışım, səsi eşitmişəm həyətdə. Sırtdınız, nə gördünüz? Həyətdə mən eşitdim ki, uşaq qışqırırdı ki, skora çağırın. Artıq hadisə baş vermişdir. Bunun mən liftə çıxanda bu uğraşın qabağına Bura məhkəmə iclasıdır. Birincisi, sizin nə yaşınıza, nə qadın söyüşlər olmaz da mən başa düşürəm. Övladınızı itirmişsiniz. Ondan da pisdir. Dinleyin. Bura məhkəmədir. Qulaq as. Rzayev. Ondan betərinə layıqsın. Rzayev. O qadındır. Sən neçə kişi otur yerdə. Otur. Biz ona irad bildirməsəydik, sən nəsə deyərdin, otur. Mən irad bildirdim. Quliyeva. Burada məhkəmədir. Məhkəmədə kiməsə söymək, ona təhqir etmək, heç kimə, nə ona, nə sizə, heç kimi şəxsiyyətinə, nə biz icazə verərək deyərik, nə də qanun icazə verər. Aydındır, olmaz. Yaraşmaz axı. Qanunla nə nəzərdə tutulursa, məhkəmə o qədər baxır. Siz hadisənin şahidi olmamısınız, düzdürmü? Hadisədən sonradan eşitmişsiniz, danışanda başqa söyüşlərsiniz. Şikayətçisiniz. Bəli. Pəncərədən eşitmişəm. Mən bir şeydə qeyd eləmək istəyirəm. Həmin vaxtı bunun yanında olan adamlar hanım, niyə demirlər? Niyə şahid kimi gəlmir? Yəni, həmin vaxtda hadisənin şahidi olmamısınız. Yanında olun, neyin deyirlər? Qulaq asın. Mən liftdən düşəndə, bunun yanında 2 dənə də oğlan var idi. Mən hətta bundan soruşdum ki, Simral hardadır? Mən oğluma Simral deyirəm. Evdə onun adını Simral deyirəm. Dedi ki, Simral kimdir? Onun yanında da 2 dənə oğlan var. Yanında 10 dənə oğlan olsun. O oğlanlar sizin övladınıza xəsarət yetiriblər, vurublar. Mən heç nədən xəbərim yoxdur. Aydındır. Təsdiq edirsiniz bu ifadəniz. Düzdür. Burada yazılmayan hissəyə isə siz ondan şikayətçi olduğunuz, cəza təyin etməsində münasibətiniz nədən ibarət. Qanun nəzərdə tutmuş ən ağır cəza verilsin. Əyləşin. Evlisiniz hazırda. Boşanmışsınız sualını dəyək. Quliyeva, buyurun. Bu hadisə nəyin şahidi olmuşsa sizə nə məlum? Məlum sizin qardaşınız. Buyurun, nəyin məlum sizə? Biz evdə oturmuşduq qardaşımla, uşaqla oynayırıq. Sonra dedi, mən uşağı aldım, sürəyə almağa gitti gedirəm. Dedi, sürəyə almağa gedirəm, mən uşağı aldım, yapışdırmağa apardım. Sonra bir neçə dəqiqə sonra səs gəldi. Mən pəncərəni açdım, qardaşımın səsi gəldi. Mama ilə aşağı düşdük, bunu gördük aşağıda. Bir də yanında bir dənə oğlan var idi. Soruşduq Simralanı, biri Simral kimdi, getdi, əlindən manzat gəlirdi. Biz də qaçdıq, qardaşımı söylüyoruz. Bu qədər. Şahid xanım Sadıqova ifadəsində göstərib ki, 2023-cü ilin avqust ayında Salyan rayon məhkəməsinin qətnaməsinə əsasən əri Elşan Rzayevlə boşansa da, faktiki ər-arvad kimi yaşamaqda davam ediblər. Nigahdan 3 övladları var. Dekabrın 30-da yeni il bayramı ilə əlaqədar atası və qardaşı onlara qonaq gəlib. Axşam Elşan mobil telefonla kiminləsə danışandan sonra evdən çıxıb. Geri qaydanda əlindən qan axıb. Üzərində bıçaq olmayıb. Sən birbaşa şahidi olmuşsunuz. Qayıtdı evə sonra? Qayıtdı. Qaydanda əlində qan və sağ var idi? Yox, çay yox, amma qan üstü başı var. Nə dedi? Dedi, neyləmişsin? Kimi vurub, necə vurub dedi mi var? Sadıqova, həmin vaxtda sizdən başqa evdə kimlər vardı?
qonağımlarında atanmışdı. Bayram olaraq gəlmişdilər. Siz ümumiyyətlə bir yerdə yaşayırdınız. Aranızda boşanma olmuşdu. Boşanma olmuşdu, barışmışdı. Barışmışdınız, bir yerdə yaşayırdınız da. Siz dediniz ki, evə içkili gəlmişdi. Adası içib gəlmişdi, yoxsa evdə içmişdi? Yox, içmişdi. Evdə. Başqa evdə içib gəlmişdi. Evə gəlmək içib Telefonla danışıb çıxanda siz nəsə eşitdiniz, o telefonla normal danışır, yoxsa ki, nəsə mübahisə edirdi? Yox. İçəndə elə adam var, gedib yatır, elə adam var, gülür, oynayır, elə adam var, münaqişə kimsə başlayıb dalaşmağa. O necə idi? Normal idi. Yəni ona bir söz deməsən, qəlbinə toxunan bir söz deməsən, yəni dava edən. İçəndə tez döyüldünüz. Olur münaqişə sahası? Neçə il edirsiniz? 15 il ərzində içi nəsə dava dalaş salır? Belə yüngülvar sözünü söhbətimiz olub, yəni dava. Siz bu dəyişlə cərimə məsələsini nə vaxt bildiniz? Hadisədən sonra bildiniz, yoxsa hadisəyə qədər evdə gəlsin dediniz ki, dəyiş hadisəyə qədər bildiniz? Bilirdiniz. Dəyişlə arada narazılıq olmasını bilirdiniz? Aralarında yox. Amma bilirdim ki, maşını bəs almışlar. Bu istintaqda bıçaq sizə təqdim edilir? Amma oradan üstənlik göstərdi mənə. Üstənlik göstərdi, ona əsasən dediniz ki, bıçaq həmin bıçaq. Evdə elə bir bıçaq olmuyor. Dövlət damcısı, müdafiəçi suallar var mı? Mənim sualım var. Buyurun. Övladınız varmı? Ay xanım, aydındır ki, övladı var da qızın dindirdik var. Övladı olan adam düzün sözünü danışar. Burada niyə yalan danışır? Nəyə yalan danışır, deyil? O bıçağı gətirib onun boğazına deyir ki, tez elə məni cizdə. Bu deyir, axı görməmişəm. Deyir. Əyləş. Eşidirsiniz, Sadık ol. Deyir ki, siz şahid olmuşsunuz ki, o necə vurur. Bu neye var? Əyləşin. Mən bura anmışdım. Saydın. Var, mən oradanmışdım. İstintaqda siz ifadə verirsiniz. Mənim yanımdan çağırmışam olmuyor. Sənə çox maraq. Bu neye var? Əgər gedişatı pozsa, sizi cəldən uzaqlaşdıracaq. Aydındır. Düzgün məlumat vermirlər. Onu məhkəmə hüquqiyyət verəcək. Rızayı! Bir de düzsüz Rızayı! Rızayı! Dedim axı otur. Otur! Sen de arkadaş sizin de Allah'a geçsin. Otur. Sen benim canımı Bu neye var? ailemin başından geçirler. Resmi kesere. Bravo! Rızayı! Onları çıkartın şöyle. Ben bu yoldan çıkıp keseceğim de. Rızayı! Size haberdarlık oldu. Hürmetçi gelen de ölür. Elnur Mehmet kimi bizi tanıyıp, Ceyhun Mehmet kimi tanıyıp bizden de insan o. Hürmede. Yani biz... Əyləş. Deməli, Rızayı! Rızayı! Bu niyə var? Sizə sonuncu xəbərdarlıq edirəm. Sizə içkini tərk edəcəm, filan eləyəcəm, belə bir söhbət olub aranızda. Adam içki niyə görə tərk etməsindən bağlı söhbət eləsin ki? Neçə vaxtı içki içilir? Sadəcə bu bayrama görən uşaqlarla. Bıçağı necə götürdü, bəyişlə mübahisələri vardı, bunları bilirdiniz mi? Kim kimi vurdu, necə vurdu gördü? Bəli, işə vurdu. Necə vurdu? Bıçaq harada? Qolu güclüyürlər, qolu getirdi 10 metrdə. Bıçaq kimdə idi? Ondaydı. Görəkdən çıxıyor sual varsa. Siz deməli, dəyişmə bir yerdə gəlirdiniz. Mən siqet almamışım, köşkü, qaydanda bəyəklərlə çörək, elə rastlaşdıq, bir məhəllə tanıyırıq, bir gəldik. Bir qayda. Eşən sizlə rastlaşan. Eşən məhəllə girişimə durmuşdu, bir gün dostun yanı. Siz gəldiniz, üzbəz rastlaşanda, Eşən dəyişmə nəsə mübahisə elədi, yoxsa sakit çəkdi? Söhbət elədilər. Yəni, biləcək görüşdülər, söhbət elədilər, sonra yanlarında. Söhbət eləyəndə nəsə mübahisəli söhbət oldu, yoxsa nə? Birinci salamlaşdılar, sonra yəni bir sporlaşdılar, qollara gitməyə qabağa. Kim kimi çəkdi? Eşən dəyişi çəkdi. Dəyişəndə çörək alıb, elinə çörək yemək gedirdi. Bir də aman mənim üçün yemək pişirir, mən yemək. Dəyişin əlində bıçaq falan görmüşdür. Dəyişin əlində axsarıqlarda bir çörək var. İttiham nitqi ilə çıxış edən prokuror təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini istəyib. Elşən Rzayev barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Elşən Rzayevin Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübuta yetirilib. Ona həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2025-ci il noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Elşən Rzayev 13 il müddətinə azadlıqdan məhrum olunub.